Hər vaxtınız xeyir olsun əziz müəllimlərim. Necəsiz? Hər birinizi salamlayıram. Mən biraz gecə oldu. Demişdim 9-da atacağım. İndi çəkirəm izahları. ABC 3 rəqəmli və BA2 rəqəmli ədədləri verilmişdir. Mənə nə deyir? Deyir ki, ABC çıxılsın BA bərabərdir 205 olarsa, deməli, C çıxaq A-nı tap. Təbii ki, bunu 100A çıxılsın 10B, üzərinə gəlsin 10B, üzərinə gəlsin C kimi falan da yazmaq olar. Burada görürəm ki, C-dən A çıxanda cavab 5 eləyir. Elə məndən də C çıxaq A-nı soruşur. Cavab eləyəcək 5. Yəni B variantı. Gördünüz? Saniyə içərisində yenə deyək, sualın cavabını tapdıq. Yadınıza saxlayın. Miqə düşmüş suallarda da, sertifikasiya düşmüş suallarda da uzun həlli olan yol da var. Məsələn, bunu biz uzun necə gedə bilərdik? 100 dənə A, üzərinə gərək 10 dənə B. Orada hökmən şəkildə qısa həlli olan yolda neyniyir, gedir. Yəni bu şəkildə də uzun-uzun gedə bilərik bunu. Amma bilin ki, orada qısa yazılma forması da var. Yəni misalı məsələnin həll olunma yolunun qısa yolu da var. Biz də hazırlığa qoşulanda ona görə qoşuluruq ki, daha qısa zamanda daha çox suallara yanaşma tərzi qura bilək. Keçək, deməli, bunu izah edeyim, sonra o birisini izah edeyim, həndəsəni izah edeyim. Burada da bizə nə deyir? Baxın, MİQ imtahanından adi onluq kəsrlərdən o gün qrupa işlətdim. Adi onluq kəsrlərdən düşmüş 2022, 2023, 2024 və 2025-ci illərdə düşmüş suallar ətrafında müzakirələr, diskussiya yapardıq öz qruplarımızda. Burada da baxın, təxminə bu həndəvərdə düşür də suallar. Birinci surətdən 2-də 1-i çıxartsam əgər, həqiqət 2-də 1-i yox, 2-də 3-ü çıxartsam üzr istəyirəm. Çünki 2-də 3-dür də. Onda olacaq 1 üzərinə gəlinsin, 2-də 1 üzərinə gəlinsin, 3-də 1 nöqtə, axırıncı da olacaq 50-də 1 kimi. Məxrəcdə də yenə baxıram 3-də 1-dir, 3-də 1-i çıxartsam, yenə 1 üzərinə gərək 2-də 1 üzərinə gərək 3-də 1 nöqtə, 50-də 1. Surətlə məxrəcdən qıldayıb gedəndə, baxın bu şəkildə. Surətdə qalır 2-də 3, bölünsün 3-də 1. Böləndə neynirdik müəllimlər? Tərs çevirirdik. Daha doğrusu 9-u 2-yə böləndə 4,5. Əlim verdi şalbə artıq ixtisar aparmağa. Keçək həndəsə sualımıza. Həndəsə sualı da bax, PUZA yayınlarında belə suallar çoxdur. İndi mən 4-cü gün, daha doğrusu 3-cü gün sizin ödənişsiz canlınızda, ödənişsiz dərslərdə PUZA yayınlarından sizə izah verəcəm. Orada da bax, bu tip sualları çox görəcəyik inşallah. Bax, PUZA yayınlarında içəridəkilərin cəmi çöldəkilərin cəminə, sağdakıların cəmi soldakıların cəminə bərabər olan bir qayda keçəcəyik. Baxın, buranı birinci baxaq. Bura alfadırsa, bu hissədə alfadır. Bura betadırsa, bu hissədə betadır, çünki eyni bucaqlardır. İndi buradan belə eləyə bilərəmmi? 2 dənə alfanın üzərinə gəlirəm. Bax, bu hissədəkilərin cəmi, bu belə bir şeydir, denəmir ki. Buradakıların cəmi, bu çöldəkilərin cəminə, sağdakıların cəmi, soldakı. Orada keçəndə qaydanı ətraflı izah eləyəcəm inşallah sizə. 2 betamız bərabər olacaq 100-ün üzərinə gəlirəm 40 dərəcə. Yəni 2 alfa üzərinə görə 2 dənə beta bərabərdir 140 dərəcə. Alfa topla beta bərabərdir, deməli 70 dərəcəyə. Eyni qaydanı bu hissəyə də eləyə bilərik? Tətbiq eləyə bilərik. Yəni, alfanın üzərinə beta gəlirəm, bərabər edirəm x üzərinə görə 40 dərəcəyə. Alfa plus betəni 70 aldım mı? Aldım, bərabərdir x plus 40 dərəcəyə. X-imiz bərabərdir 30 dərəcəyə. Bu tip videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Allah'a əmanət olun əzizlərim.